Hoş gördük hamınızı. Bugün Mərdəkan qəsəbəsi məşhur Ağevin yaxınlığında əsas yoldan cəmi 500 metr içəridə bir gözəl bax belə bir ev təqdimatı eləyəcəyik ki, evimiz 220 kvadrat, 7 sotun içində inşa edilmişdir. 4 yataq otağı, 1 qonaq otağı, mətbəx və daxilində 3 sanuzel, yəni ikisi master otaqların daxilindədir, biri isə ümumi sanuzeldən ibarətdir. Həyətyanı sahəsində bir dənə bağlı bisetkası və həyatında da bunun sanuzel var. Bir dənə sanuzel, kladovkası, avtomobil daxil olmaq üçün ərazisi, put maydarı olan jalüz qapısı, gördüyünüz bu hissədə, rəngli olan hissədə steakhouse zonası və həmin onun arxasında isti jacuzzi. Hələ bu arasıdır. Vaxtınızı çox almaq istəmirəm, keçək evin içini, daxil hissəsini, bütün sürətli kadrlarla tanış edeyim sizi. Ondan sonra videonun sonunda qiymət məsələsini danışacağıq. Ev Əlimyanlıda, Rasxoda, yəni evin rasxodu nədir, ona satılır. Real alıcıya endirim də bu evdə var. Al, yaşa. Rənglər var. Bax, görürsünüz, bu divarda vurulan tarsofkalar var. Ha. Onlara qədər pingvin kraska deyirlər. Bax, onunla vurulub. Hoşum, keyfiyyətli məhsullardan istifadə olunub. Ev dağılmaz bir ev kimi təqdim edirəm. Evin üst hissəsi də monolit betondur. Monolit betondur, yəni gizli kreşa falan deyil. Keçək təqdimatı eləyək, ondan sonra qiymət məsələsini videonun sonunda danışacağıq. Sürətli kadrlarla evimizin iç və çöl görüntüsü ilə tanış olduq. Bu hissəmiz, jacuzzi hissəmiz şəlalə sisteminin təmin olunub. Steak zona, yəni burada manqallı, bildiyiniz kərpic manqal kimi bir yerdir. Setka qoyub steakinizi falan pişirib, rahatlıqla istirahət eləyə biləcəyiniz bir məkan təqdim edirik sizə. Evimizin qiymətdən öncə deyim ki, 7 sotun içində 220 kvadrat ümumi sahəsidir. Yerləşmə yeri də çox gözəl və elit ərazidə yerləşir. Təkrar edirəm, Ağevin, məşhur Mərdəkanda Ağevin çox yaxınlığında ana yoldan cəmi 500 metr içəri. Yol qapıya qədər asfalt gəlir, həyətyanı sahəsində gördüyünüz kimi çox geniş və evin özünə də söz ola bilməz. Qiyməti 535 min manat təyin olunub, satış məqsədi şəxsi tikilidir. Bax, üstü də beton monolit. Satış məqsədi ev sahibinin təcili xaricə köçməyi ilə bağlıdır, yəni xaricə köçür deyənə təcili satışa çıxarıb və real alıcı ilə yalnız burada qiymət danışıqlarına gedəcəyini söylədi, yəni dedi. Əgər büdcən bu evə çatırsa, belə bir ev axtarırsansa və büdcən yetərlidirsə, bir zəngin bəsdir. Zəng vurursunuz mənə, gəlirik. Evin bütün hər bir yanını real gözlə baxırıq. Ümid edirəm ki, onsuz da əminəm ki, bu evə real gözlə baxan olsa, mütləq ki, bəyənəcək. Baxırıq, sahibinə zəng vurur, gəlir, qiymət danışığı edirsiniz və Allah hər iki tərəfin xeyrini versin deyib,
aldı-satdığımızı reallaşdırırıq. İzləmədə qalın, hələ bu harası? Daha. Düzdür, ən gözəllərindən biridir demək olar. Amma daha gözəl və gözəl evlərimiz satışa çıxacaq inşallah.